Fikir ver, hamısı Azərbaycan bayrağındadır. Göy, qırmızı, yaşıl, göy, qırmızı, yaşıl. Dedim sənin evinə baxaq dedim, görək bu dəqiqə sənin evində Azərbaycan bayrağı varmı? Varmı, yoxmu? Və bu bana biraz millət söhbətinə keçdi. Sən çaxursan, Seramla mən qədər sevə bilməsin. Dedim, mən Azərbaycanlıyam, milliyyətim çaxurdur. Halal olsun sizə. Milliyyətim çaxurdur. Sən hardasa dedim, kiminsə qabağından qaçıb olarsan, mən qaçmamışam. Dedim, qardaş, o bayraqdır, bayraq. Ya bəzi insanlar var, həqiqətən, əlinin o deyirib, barmağın hamısını bala batır, yenə deyəcək azıdır. Evet, sağ ol. Günün bu vaxtı. Normalda bu vaxtı olmur da, ya. Bunlar Yok, belə... yok, bu elədir ki, bu arı hardansa gəlib və ac arıdır. Bu başqa arılardır. Başqa arı, gəl, veçə deyirlər də buna, veçə verən vaxt deyil. Bu qaçıb ailəsən, acılıqdan qaçıb da. Və buradakı arılar da içəri buraxmayıb, yığılıb orada durur. Gecəcə orada qalır. Bəs nə olacaq bunlar soyuqda? Bu gecə qalacaqdı, sabah gəlib yığıb baxacam da, anası var. Anası olmalıdır, bu qaçan Yox, bunlar ümumiyyətlə yararlıdır. Arı ailəsidir bu. Bu gecə buna heç nə olmayacaq. Bu onda bir bonusdur.